Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil mursalin. Seyyidina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsan ile yevmiddin. Amma ba'd. Deməli, qardaşlar, biz bəb nəvasih, nəsx edənlər, yəni hökmü aradan qaldıranlar, silənlər, hökmü aparanlar mənası budur. Nəyin hökmü? Yəni biz ismi cümlə götürdük və ismi cümlədə, yəni ərəb dili bölünür cümlə cəhətli ismi cümlə və feili cümlə və ismi cümlə mübtəda və xəbərdən ibarətdir. Yəni iki ruknu var, iki dirəyi var və o mübtəda və xəbərin sadə dillə desək başına gələn oyunlardan danışılacaq. Və bu ismi cümləyə qənim kəsilən 3 kateqoriyalı kəlmələr var və onlar nədir? Qalə musannif rahmehullah bəbul avamilid daxilətil alə mübtədə vəl xəbər. Mübtəda və xəbərə qoşulan idarəçilər babı, idarə edənlər, amillər. Və hiyyə thələthətü əşyə. Onlar üçdür. Biri kənə və əxavatı, bacıları, və innə və bacıları, əxavatuhə, və zannə və əxavatuhə. Burada zanantu yazıb, yəni sanki bir cümlə kimi. Və əxavatuhə, yəni zannədən söhbət gedir, zanantudan yox, zannə. Yəni mən zənn etdim. Onun əxavatları. Bunlar üçü də ismi cümləyə qoşulur və orada hərə öz hökmünü sürəcək. Şərh. Əl-mübtədə, bu kənən tərcüməsi oldu, idi, mövcuddur. İnnədir ki, həqiqətən, doğrusu, şübhəsiz. Zannədir ki, zənn etdim. Hərdən yəqinlik mənasındadır. Hərdən yəqinlik mənasındadır. O da cümlənin quruluşundan bilinəcək, mövzudan bilinəcək. Şərh. Əl-mübtədə vəl-xəbər mərfu'ani. Mübtədə və xəbər hər ikisi raf halında olur. Adlı qaldı yəni. Və ləkin qad yədxulu aleyhimə amilun lafziyun fəyuğayyuru və yansxu hukməhumə əs-səbiqa. Lakin deyir, bəzən onlara, yəni mübtədə xəbərə ləfsi amillər qoşulur və bu amillər səbəbilə bu amillər onları dəyişir və yansəxu hukməhumə səbiqa. Əvvəlki hökmlərini, yəni qrammatik hökmlərini silir, aparır, nəsx eləyir. Və tüsəmmə həzil əvamilə bin nəvasix. Və bu amillər nəvasix adlandırırlar, nəsx edənlər, hökmü aparanlar, silənlər. Və nəvasixu hiyyə cəmu nəsix. Nəvasix kəlməsi nəsx kəlməsinin cəmidir. Və nəsxu, nəsix yəni fəil vəzindədir, ismi fail yəni edən. Misal üçün cəlis, oturan. Nəsəxə, yansəxu, nəsix, yəni nəsəxə sildi, apardı, nəsix silən, aparan, nəvasix da onun cəmidir. Və nəsxu fil lüğəti ləhu məani. Və bunun mənaları var nəsxin və minhə onlardan əl-izələ, izalə eləmək, silmək, aparmaq. Yuqalu, misal üçün belə bir kəlmə var, deyirlər ki, nəsəxətir şəmsu əz-zillə İdə əzələthu.
Günəş kölgəni sildi, apardı. Kölgəni aradan qaldırdı. Əgər onu aradan qaldırarsa, yəni günəş çıxıb və yəni əgər kölgəliyə tərəf gəlirsə, onu demək istəyir. İzə əzələthu. Əgər kölgəliyə tərəf gəlib onu silərsə, aradan qaldırarsa, kölgəliyi yox eləyərsə, bu zaman deyirlər ki, nəsəxət əş-şəmsu zillə. Və fil istilah, amma termin cəhətdən, qrammatik termin cəhətdən istilahda izalətül hukmul mübtədə vəl xəbər. Mübtədə və xəbərin nəhvi hökmünü silməsidir, aradan qaldırılmasıdır. Ənvauhə, növləri də hiyə thələthü ənva. 3 növdür. Birinci, mə yərfəul mübtədə və yansıbil xəbər. Mübtədanı raf edən və xəbəri nasb edən. İndi deyə bilərsiniz ki, axı mübtəda əvvəlcədən raf idi. Bu məsələyə gələrik inşallah. Və hiyə kənə və xəvatuhə. Deməli, kənə və xəvatu nə edir? Mübtədanı raf edəcək, xəbəri nasb edəcək. Və kulluhə əfhalun. Yəni, kənən əxəvatları və onlar hamısı feillərdir. Və yüsəmməl əvvəlu min mə'mulləyi kənə isməhə və yüsəmməl thəni xəbərəhə. Kənənin bu iki məmullarından, yəni kənə ki, bu iki dənə özü amil olaraq iki dənə məmulu olacaq, yəni biri mübtədə də o məmul olacaq, xəbəri də. Yəni kənənin deyir, iki məmulundan birincisi, bu əslində ikilikdir qardaşlar, yəni məmuleynidir bu, nun düşüb izafəyə görə, bu kənə də mudafın iləkdir. Ona görə bunun nunu düşüb. Və deyir, kənənin iki məmulundan birincisi onun, yəni kənənin ismi adlanacaq. Deyəlsən ki, ismu kənə və yüsəmmə thəni xəbərəhə. Yəni, iki məmulundan ikincisi onun xəbəri adlanacaq. Deyəlsən ki, xəbəru kənə. Mislu, kənə Zeydun nəşitan. Zeyd aktiv idi və yaxud da aktiv oldu. Yəni, bu cür tərcümələri var. Və Zeyd ismu kənə deyəcəksən, daha mübtəda deməksin. Baxın, mübtəda adını da bunun əlindən aldı. Deyirsən ismu kənə və bunu raf halına yəni özü saldı. Yəni yeni bir raf halı verdi buna. Ya bilərsə, axı elə əvvəldən raf idi, yəni artıq belə deyirlər. Yəni qrammatik alimlər deyirlər ki, xeyr, yəni kənə gəldi, bunu raf halına saldı. Çünki o damir məsələlərində görəcək ki, yəni doğrudan da fərqi var. Kənəyə damirlər qoşulduqda. Kənə Zeydun naşitən. Naşitən də artıq naşitun idi. Yəni kənə olmasaydı cümlən Zeydun naşitun. Zeyd aktivdir. Amma kənə gəldi, bunu nasba saldı və deyirik ki, artıq buna demirik xəbər, müstəqil formada deyirik xəbəru kənə, kənən xəbəri. Və tərcümədə də dəyişiklik baş verdi. Deyirik ki, Zeyd aktiv idi və yaxud da aktiv oldu. Və buna da köməkçi, Azərbaycan dilində köməkçi feillər deyirlər. İkinci, mən yansıbul mübtədə və yərfəul xəbər. Hansı ki, mübtədanı nasb edir, xəbəri raf edir. Yəni, kənənin 100% əksidir. Və hiyyə innə və əxvatuhə. Bu da innə və əxvatlardır. Və hiyyə hurufun. Və onun əxvatları hamısı hərf sayılır. Hərfdir. Bunda kənədə hamısı feillərdir, onun əxvatı, bunda amma hərflərdir. Və yüsəmmə əvvəli min mə'muley innə
isməhə və yusammə thani xəbərəhə. İnnənin iki amilindən birincisi onun ismi adlanacaq, yəni deyəcəksən ki, ismu innə, amma ikinci məmulu, yəni məmulların ikincisi onun xəbəri adlanacaq, yəni xəbəru innə. Mithlu innə zeydən naşitun. Baxın, yəni zeydun naşitun idi, oldu zeydən naşitun. Deyirsən, zeyd ismu innə, naşitun xəbəri innə. Və zeydi nasba salan innədir, naşitunu da, xəbəri də rafa salan innədir. Rafalına salan innədir. Və tərcümədə həqiqətən zeyd aktivdir. Fəaldır. 3. Mə yansibul mübtədə vəl xəbəra. Üçüncü odur ki, mübtədə və xəbəri hər ikisini nasb eləyir. Yəni, bu daha radikaldır. Yəni, ona görə deyirəm ki, bunlar nəvasıqlar ismi cümlənin nədir? Qənimidirlər, belə sadə dildə desək. Vahiyyə zanna və əxəvatuhə. Deməli, bu hər ikisini nasba salır və o zannadır və onun əxəvatlarıdır. Vahiyyə əfhalu və zannanın əxəvatları da hamısı feillərdir. Və yüsəmməl əvvəlu min mə'muləy zanna və əxəvatihə məfhulən əvvələ və thəni məfhulən thəniyə. Fikir verin, qardaşlar, bu həm mübtədə xəbəri nasba salır, həm də ümumiyyətlə onların yəni ad cəhətdən statuslarının ümumiyyətlə əlindən alır. Yəni, kənə innə heç olmasa deyirdin ki, xəbəri o innə, ismi innə, bu, burada nə deyirsən? Bunun zannanın iki məmulunun birincisini və hətta zannanın əxavatlarının və özünün iki məmulunun birincisini məful deyəcəksən, məfulun əvvəl deyəcəksən, daha deməyəsən ismu zanna, xəbəru zanna. Və thəni, ikinciyə isə deyəcəksən, məfulən thəni, yəni bu cür, yəni təhlil edəcəksən. Misal üçün, zanantu zeydən naşitan. Cümlə əvvəl zeydun naşitun olub. Zeyd fəaldır. Sonra zannəni qoşmuşuq. Yəni, tu'suz da qoşmurlar. Zannə, yəni o zənn etdi ki, zənn etdi. Düz indi zənnə axırda tərcümə eləmək lazımdır, feili. Zeydin fəal olmasını mən zənn etdim. Və hətta tu'nu qoymasaq, zeydin fəal olmasını o zənn etdi. Baxın, burada artıq deyirsən, zanna feildir, tu faildir, zeyd birinci məfuldur, məful əvvəl, naşid məfulü thəni. Hamısı da zeydin məfullarıdır, yəni tamamlıqlarıdır. Və burada sxemdə nəvasıqlar qoyub, yəni nəsx edənlər və sağ tərəfdə nəhu kənə əxəvatihə qoyub, nəhu misal, kənə zeydun naşitan, əminki misalı, deməli, tərfəul ismə və tənsibul xəbərə. İkincidə innə əxəvatlarını qoyub, misal gətirib, innə zeydun naşitun, tənsibul ismə və tərfəul xəbərə, ismi nasb edib, xəbəri raf edir. Burada zanna və əxəvatihə qoyub, misal gətirib ki, zanantu zeydən naşitən və hökmündə deyir ki, tansibul ismə və xəbərə. Hər ikisini nasb edir. Və sonra bölmə bunlara ayrıca toxunulacaq. Kənə və əxvatlarına və innə və onun əxvatlarına, zanna və onun əxvatlarına inşallah gələn dərsimizdə davam edərik. Sübhanəkə Allahumma bihamdik, əşhədu ən la